Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs edilib. Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, sosial şəbəkələrdə İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır. 60 nəfər zərər çəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir. Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən Romans Travel şirkətinin rəhbəri kimi təqdim edib. 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8800, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2200, 5858 manat pulu alıb, verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir. Vətəndaşların şikayətləri əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə cinayət məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.